Bu ağacın altında yağışdan qorunmaq istəsəniz, bu həyatınızın son səhvi ola bilər. Qatil ağac adlandırılan Manchineel ağacı. Mərkəzi Amerika və Karib dənizi sahillərində bitən Manchineel ağacını görəndə elə bilirsən ki, sıradan bir meyvə ağacıdır. Hətta üstündəki kiçik almalar o qədər şirin qoxuyur ki, insanı özünə maqnit kimi çəkir. Amma aldanmayın, bu ağacın hər bir hüceyrəsi forbol adlı çox güclü bir zəhərlə doldu. Ən dəhşətlisi isə yağış yağanda baş verir. Yarpaqlara dəyib süzülən yağış suyu ağacın tərkibindəki həmin o ağ maddə ilə qarışır. Bu suyun bircə damcısı dərinizə dəysə, elə bil üstünüzə qaynar turşu tökülübmüş kimi ağır yanıqlar və yaralar əmələ gətirir. Hətta yerli sakinlər bu ağacı kəsib yandırmırlar, çünki çıxan tüstü belə insanı anında kor edə bilər. Bəs təbiət niyə belə bir qatil yaradıb? Əslində hər şeyin bir hikməti var. Bu ağaclar okean kənarında yaşayan insanların ən böyük qalxanıdır. Onlar ən şiddətli fırtınaların və nəhəng dalğaların gücünü öz gövdələri ilə qarşılayır, torpağın yuyulub getməsinə mane olurlar. Zəhərli olması isə onun təbii müdafiəsidir ki, heç kim ona toxunmasın və o sahili qorumağa davam etsin. Gördüyünüz kimi, təbiətdə heç nə səbəbsiz yerə mövcud deyildi. Əgər belə maraqlı və faydalı videoların davamını istəyirsinizsə, videonu bəyənməyi və kanalımızı izləməyi unutmayın.